Maddə miqdarı Avogadro qanunu bölməsində olan ətraflı yazılı cavab tələb olunan tapşırıqlara baxaq. Birinci tapşırıq. Birinci tapşırıqda demək qarşılığımız verilib. Qaz qarşılığı, bunun tərkibi SO2 və CH4-dən ibarətdir. Qaz qarşılıqlarının kütlələri AA. Yəni bunlar eyni kütlədə götürülübdür. O zaman biz bunların əmrləri taparsaq, SO2-nin kütləsi 64 qram, CH4-ün kütləsi 16 qramdır. Demək, bunları eyni kütlədə götürmək üçün hər ikisi 64 qram eləmək üçün, yəni elə SO2 məhz 1 mol olaraq qalarsa, CH4 isə demək 4 mol olmalıdır ki, 4-ü 16-ya vurduğumuzda 64 qram eləsin. Bizim qaz qarşılığının orta molyar kütləsini soruşur. M ortanın düsturunu bilirik. M orta 2 qazdan ibarət olduğuna görə demək növ 1 M1 plus növ 2 M2 bölünsün növ 1 plus növ 2 düsturuna əsaslanacaq. Birinci qarşılığımız 1 moldur. Biri vuracaq SO2 kütləsi 64-də. İkinci demək qazımız 4 moldur. 4-ü vuruq CH4-ün kütləsi 16-ya. Ümumi qaz qarşılığımızın molu isə 5-dir. 5-ə də bölürük. Bu da demək 64 plus 64 bölsün 5 deməkdir. Yəni 128-i 5'e böldüğümüzdə 25,6. Birinci orta molyar kütləsi 25,6 oldu. Və qaz qarşılığında metanın mol payı. Metanın mol payı dedikdə demək qarşılığımız 5 moldur. Əgər 5 molumuz 100%dirsə, metan mol payı, metan burada 4 moldur. 4 molumuz isə x%dir. Buradan x80% çıxacaqdır. Birinci tapşırığımıza baxdıq. İkinci tapşırığımız. İkinci tapşırığımızda 4 mol amonyakın qızdırılmasının söhbət gedir. Demək, amonyakın parçalama tənliyi yazırıq. 2NH3 parçalanacaq azota və 3 mol hidrojeni. Demək, 4 mol amonyakın qızdırılması zamanında başlanğıc sərf olunan artıq qalan 4 mol amonyak götürmüşdür. Bunun 20%. Əgər biz bir kənarda 4-ün 20%-ni taparıqsa, demək 0,8 olduğunu görəcəyik. Yəni 0,8 molu parçalanmışdır. 4-dən də 0,8-dən çıxdığımızda 3,2 amonyak artıq qaldığı aydın olur. Alınan qaz qarşılığının ümumi molsa, demək, alınan qaz qarşılığımızda nələr vardır? Əmələ gələn azot, əmələ gələn hidrogen və artıq qalan amonyak qazı. Əmələ gələn azot və hidrojeni amonyakın sərf olunan miqdarına görə taparıq. Əgər 0,8 mol amonyak üçün azot və hidrogenin tapası olsaq, A və B ilə işarə eləsək, A, yəni azotun sərf olunanı 0,4, daha doğrusu əmələ gələni 0,4, hidrogen əmələ gələni, yəni B isə 0,6 olacaq. Demək, reaksiyadan sonra 0,4 azot var. Demək, burada 0,8-ə B-dirsə 2-yə 3, 1,2 çıxır, üzrlü sayın, burada 1,2 yazaq. 0,4 mol azot, 1,2 mol hidrogen və eyni zamanda 3,2 mol da amonyakın artıq qalan miqdarı var. Əgər biz bu 3 miqdarı toplasaq, demək cavabımız 4,8 olacaq. Bizdə alınan qaz qarşılığı ümumi sayısı oluşurdu 4,8 elədir və alınan azotun kütləsi. Alınan azotumuz buradan görsənir, 0,4-dür, 0,4-dür, azotun kütləsi 28-ə vurarıq, 11,2 eləyir. Yaxşı, ikinci tapşırığımız. Üçüncü tapşırığımıza keçək. Üçüncü tapşırığımızda reaksiya tənliyi. Reaksiya tənliyini tərtib eləyək. Demək, hər hansısa bir X maddəsidir. 13 mol oksigen. Yanma tənliyidir. 8 mol karbon qazı, 10 mol su əmələ gəlibdir. Reaksiyasına əsasən X qazın kimya formulunu və havaya görə nisbi sıxlığını tapın. X qazının formulunu tapmaq üçün buradan görürük ki, 2 mol X yanan zaman 8 mol karbon qazı. Bəs 1 mol X yanan zaman nə qədər karbon qazı? X işarə eləyirsə 4 mol karbon qazı çıxacaq. Bu görürsə, bu deməkdir ki, birləşməmizdə 4 dənə karbon var. Eyni şey su üçün tətbiq edirik. 2 mol X yanan zaman görsənir ki, demək 10 mol su əmələ gəlir. Bəs 1 mol X yanan zaman nə qədər su əmələ gəlir? 5 mol su əmələ gəldiyi aydın oldu. 5 mol suda isə 10 dənə hidrogen vardır. C4 taşım. Bu maddənin tərkibində oksigen olub olmadığını da aydınlaşdıraq.
Demək 8 dəfə 2-nin 16 oksigen, burada 10 dəfə 1-in 10 topladığımızda 26. Həqiqətən 13-ü 2-yə vurduğumuz zaman 26 edir. Sağ və sol tərəfdə oksigen sayıları bərabər olduğuna görə demək bu maddəmiz ancaq karbon və hidrogendən ibarətdir. Yəni karbohidrogendir. X gələcək kimya formulu S4 daşıyır. Yəni bu butan qarzıdır. Havaya görə nisbi sıxlığında tapdığımız zaman butan kütləsini tapırıq. Yəni 12-ni 4-ə vurub 800 üzərinə 10 qram da hidrogen gəlib 58. Havaya görə nisbi sıxlıq isə 58-i. Demək, havanın kütləsi testimizdə orta molekül kütləsi verilib, 29-a bölürük. 8-də 29-a böldüyümüz zaman 2. Havaya görə nisbi sıxlıq isə 2-yə bərabərdir. Dördüncü tapşırığımız qrafiklə bağlıdır. Demək, qrafik əsasən kimyəvi reaksiyanı təyin edir. Grafikə biz diqqətlə baxdığımızda nə görürük? Demək, başlanğıc nöqtədən başlayanlar bizə məlumdur ki, məhsullardır. Məhsullar çünki əvvəlcə yoxdur, axı zaman keçdikcə əmələ gəlir. Və müəyyən nöqtədən başlayaraq zaman keçdikcə azalanlar isə məlumdur ki, başlanğıc maddələrdir. Yəni başlanğıc maddələrdə müəyyən qədər götürmüşük və onlara müəyyən qədər reaksiya sərf olunub, ola bilər ki, ondan hansısa artıq qalıb. Demək, başlanğıc maddələrimiz məlum oldu. A və B-dir. Yazırıq A plus B alınır. Məhsullarımız artıq bizə məlum oldu. C və D-dir. Alınır C plus D. Yazaq, başlanğıc sərf olunan artıq qalan. O maddəsinin başlanğıc miqdarı gördüyümüz qədər 12-dir. Adan artıq qalıb müəyyən qədər. 6 qram artıq qalıb. 12-dən 6-sını çıxdığımızda 6 qram sərf oldu. B maddəsi 10 qram götürüb, ancaq görürsünüz, bir zaman oxuna dəyib, yəni ondan artıq qalmayıbdır. 10 qram götürüb, eləməsə 10 qram sərf olunub, artıq qalan yoxdur. D maddəsi əmələ gələn miqdarı da elə 12-dir. C maddəsinin əmələ gələn miqdarını xəsarələyib. Biz demək deyə bilərik, əgər reaksiyaya daxil olan maddələrin kütlələri cəmi, demək, reaksiyada daxil olan maddələrin kütlələrinin cəminə bərabərdir. Buna maddə kütləsinin saxlaması qanunu isə buna deyə bilərik. O zaman yazarıq 6 plus 10 bərabər x plus 12. 16 bərabər x plus 12. X-i tapdığımızda x bərabərdir 4 alırıq. Bizdən də reaksiya təmin tərtib edin deyil, tərtib etdik. X-i müəyyən edin deyil, x isə 4-ə bərabərdir. 5-ci tapşırığımıza baxaq. Demək, 5-ci tapşırığımızda nə deyir? X qazının molyar kütləsini hesablayaq və qarşılığın orta molyar kütləsini müəyyən edək 5-ci tapşırığımızda. Demək, biz bunun üçün nə eləməliyik? NO2-nin 9,2 qramının neçə mol olduğunu təyin edək. Eyni zamanda, demək, 3,1 vuraq 1023 sayda molekulun da yenə mola keçək, daha asan olsun hesablamamız. Demək, NO2-nin kütləsi, NO2-nin yəni MR-i 14 plus 32, 46-ya bərabərdir. Testimizdə 9,2 qram verib. Əgər 9,2-ni 46-ya bölərəksə, maddənin 0,2 mol olduğunu görərik. Demək, qarşımızda var NO2 və X maddəsi. NO2-nin 0,2 mol olduğunu bilirik. X isə 1 A moldur. Qarşılığımız neçə moldur? Bunu buradan taparıq. 3,1 vursun 10-23-ü. Demək, bölsək. 6 tam %2 vurulsun 10-23-ə. Bu da 0,5 mol deməkdir. Demək, qarşılığımız 0,5 moldur. Baxın, buradan çox asanlıqla aydın oldu ki, A 0,3-ə bərabərdir. Yaza bilərik də 0,2 plus A bərabər 0,5-ə. A 0,3 mol çıxdı. Demək, X-in bu 4,8 qramı onun 0,3 moldur. Bəs 1 mol nə qədərdir? X-dir. X bərabərdir 16-ya. X qazının molyar kütləsini artıq aydın elədik. 16-ya bərabərdir. Daha sonra isə qarşılığın orta molyar kütləsini tapaq. M orta bərabərdir. Yine qarşılığımızda 2 qaz var. N1 M1 plus N2 M2 bölsün. N1 plus N2. Yəni biz bunun üçün sürətə eləməz 9,2-nin 4,8-in cəmini yazaq. Onsuz da sürətli qarşılığın kütləsi yazılır. Yəni mol vuraq onun 1 molunun da, yəni kütləsi, nisbi molekul kütləsi bölür. Mollar cəmidə artıq bizə məlumdur ki, 0,5-ə bərabərdir. 9,2 ilə 4,8-i toplayıb 0,5-ə böldüyümüz zaman da cavab 28 çıxacaq. Demək, qarşılığın orta molyar kütləsi 28-ə bərabərdir. Yaxşı, 6-cı tapşırığa baxaq. 6-cı tapşırıqda nə deyir? Demək, yenə qarşılıqdır. Qarşılığımızda hidrogen və oksigen qazları var. 2 mol, 3 mol qarşılığın orta molyar kütləsi A və bu qarşılığın hidrogenə görə demək, sıxlığını tapacaq. Çox da asan tapşırıqdır. 2 mol hidrogen və 3 mol
oksigen var qarşımızda. M ortanı bir A ilə işarələyib, yenə M1 nüvə füsünü M2 3 böl nüvə füsünü 2 düzlüyünə əsaslanaraq 2 vurulsun hidrogen öz kütləsi 2-dir, 3 vurulsun oksigen öz kütləsi 32-dir, bölək 2 ilə 3, yəni ümumi qaz qarışığımız 5. Bu da 4 plus 96 bölünsün 5, 100'ü 5'e böldüğümüzdə də 20. Yəni biz artıq A'nın cavabını bilirik. A'nın cavabı 20'ye bərabərdir. Və bu qarışığın hidrojenə görə nisbi sıxını tapmaq üçün biz bilirik ki, qarışığın nəyəsə görə, yəni hidrojenə mi, oksigenə mi, havaya mı görə nisbi sıxını tapmaq tələb olunursa, bence biz onun M orta molar kütləsini tapmalıyıq. Orta molar kütləsi. Orta molar kütləsi artıq bizə məlumdur, 20'dir. Hidrojenə görə dediyinə görə 20'nin hidrojen kütləsi 2'ye böldüyümüzdə cavab olacaqdır 10. Yaxşı, bu tapşırığı da həll etdik. 7-ci tapşırığa baxaq. 7-ci tapşırıqda bir molekulunun demək kütləsi 142 böl N. Bir molekulun kütləsini tapmaq üçün bilirik ki, maddənin nisbi molekul kütləsini N-aya bölməliyik. Yəni, nisbi molekul kütləsi bunun 2x plus 16'ını da 5'e vurduğumuzda 80'dir. Çünki x çox 5 daxil formulumuz. Bölürük 100, demək N-a. Bunu bərabər edirik 142 böl N-a. Buradan N olar asanlıqla ixtisar aparaq. Yazaq 2x plus 80 bərabərdir 142'yə. 2x bərabər 142'dən 80'in çıxırıq 62. X də bərabərdir 31. Yəni x elementin nisbi molekul kütləsi 31'ə bərabər oldu. Nisbi molekul kütləsi və A'yı tapaq. Yəni maddənin də kütləsini tapmaq üçün x çox 5 bərabərdir 2x, yəni 2 vurulsun 31 plus oksigen də 16'dır, bıraq 5'ə. Yəni 62 ilə 80 topladığımızda 142 edəcəkdir. Demək ki, 142'dir cavab. Keçək növbəti tapşırığımıza. 8-ci tapşırığımız. Və 8-ci tapşırığımızda B litr hidrogen var. V litr isə T2, yəni tritium. Yəni deyirəm, qarışığın deməli hidrogenə, helium'a, oksigenə və s. neysə görə nisbi sıxını tapmaq üçün əvvəlcə biz bunun M ortasını tapmalıyıq. M orta bərabərdir V1M1 plus V2 M2 bölünsün V1 plus V2 düstürməsisin. Yəni biz V'yi vururuq hidrogenin kütləsinə 2. Üstə gəl, V'yi vururuq tritiumun kütləsinə. Tritiumun kütləsi üstü 2'yə vurduğumuzda 6 bölürük həcmləri cəmi, yəni 2V. O da 8 və 2'yə böldüyümüzdə otomobil kütlələrinin cavabı 4 çıxır. Hidrojenə görə nisbi sıxlıq dedikdə DH2. Hidrojenə görə nisbi sıxlıq tapırıq. Qarşılığın ortamobil kütləsi, hidrojenin kütləsi 2'yə böldüyümüzdə cavab 2. Helium'a görə nisbi sıxlığı D helium bərabərdir. Qarşılığın kütləsi 4, heliumun da kütləsi 4. 4'ü 4'ə böldüyümüzdə isə 1. Yəni A 2'yə bərabərdir, B isə 1'ə bərabərdir. 9-cu tapşırığa baxaq. 9-cu tapşırıq. Azot və hidrogen və amonyakdan ibarət qarışıqdır. Qarışıqda proton sayı, neutron sayı verilmişdir. Qaz qarışığının ortamolyar kütləsi. Demək, qarışıq molları bizə məlum deyil. Onun üçün belə yaza bilərik. Qarışığımız ibarətdir A mol hidrogen, B mol amonyakdan. Demək, qarşımızda proton bərabərdir 26. N-aya böldüyümüz zaman 26 N-aya, N-anı əgər N-aya böləriksə 26 yaza bilərik. Neutron sayını da eyni şəkildə 14 N-anı N-aya böldüyümüz zaman N-əməz 14 yaza bilərik. İndi biz qarışığın proton sayı 26'ya, neutron sayısı 14'ə bərabər eləyərik. Qarışıqda hidrogen var. Hidrogende bilirik ki, H2'də 2 proton var. A mol olduğuna görə 2A. Plus azotda 7 proton, hidrogende üst topladığımızda 10B. Bərabər eləyirik 26. Neutron sayı bilirik ki, hidrogende yoxdur, saymırıq. Amonyakda isə neutron sayı azota görədir 7B. 7B bərabərdir 14 yazıb. B asanlıqla buradan 2 tapırıq. Getirib burada B yerinə 2 qoyduğumuzda demək yazarıq 2A plus 12'ye vurduqda 20 bərabər 26'ya. 2A bərabər 16'ya. A bərabər demək 8'ə. Yox, A bərabərdir. Üzrüsən 26'dan 20'sini çıxdığımızda 6. A da bərabərdir. 6'nı 2'yə böldüyümüzdə 3. Aha. Demək B 2, A isə 3'dür. Bizdən nəyi soruşur?
qaz qarışığının orta molekul kütləsini artıq ayrı-ayrı bunların mollarını bildik. İçini vururuq hidrogenin kütləsi. Bunların molların üstündə qeyd edeyim, daha sonra hesablama aparaq. Demək, B2 aldıq, yəni amonyak 2 moldur. A3 aldıq, hidrogen 3 moldur. Onda hesablamamızı 3 vurulsun hidrogenin kütləsi 2. Üstə gəlsin 2 vurulsun amonyakın kütləsi 10, 7, 14-dən 3 cəmləyəcək. Bölür mollar cəmi 5-ə. Demək, 2-nin 3-ü 6, 2-nin 17-yə 34-dən 6-nı topladığımızda 40, 40-ı da 5-ə böldüyümüz zaman 8 alırıq. Demək, birinci qaz qarışığının orta molekul kütləsini tapdıq. Qaz qarışığının orta molekul kütləsi 8-ə bərabərdir. Bu qarışığın 1 moluna neçə mol metan əlavə olunmalıdır ki, demək, alınan qarışığın orta molekul kütləsi 14 qram bölü molsun olsun. Yaxşı, biz burada biraz təmizləmə aparıb hesablamanı yenidən yazaq. Yeni qarışıq almalıyıq. Yeni qaz qarışığımıza eyni zamanda müəyyən qədər metan əlavə edirik. Ancaq qaz qarışığımızın, alınan qaz qarışığımızın orta molekul kütləsi 14-ə bərabərdir. O zaman belə yaza bilərik də, demək, M orta bərabərdir M1 plus M2, yəni birinci qarışıq, ikinci qarışıq bölsün 1 plus demək 1 plus əvvəlcə bunu düstur şəklində yazaq, sonra 1 plus yazarıq da düsturu yenidən tərtib edeyim. M1 plus M2 bölünsün N1, yəni mollar işarə edeyim də N1-lərin içində N2. Yaxşı, yeni qarışığımızın orta molekul kütləsi 14-dür. 14 bərabərdir. Aha, demək 8 plus 16C. Demək 16C'yi hardan aldım? 16C olur metanın kütləsi. Metan 16 qramdır. C də onun əlavə olunan mol miqdarıdır. 8 isə bu qarışığımız 1 mol götürərsə əgər qarışığımızın kütləsidir. Bölür 1 mol. Birinci qarışığımızın molu, C isə ikinci qarışığımızın molu. Burada C hesabladığımızda 3 çıxacaqdır. Demək 3 mol metan əlavə eləyəriksə, alınan qarışığın orta molekul kütləsi 14-ə bərabər olacaq. 10-cu tapşırığa baxaq. 10-cu tapşırıqda nə deyir? Zəif közərmiş çubuq X turşudur. X maddəsi, yəni X hər hansısa bir turşudur. Mislə reaksiya. Bilirik ki, zəif közərmiş çubuq iştirakında mis qatı nitrat turşusu ilə qarşılıqlı təsirdə olur. Mis pasiv metaldır. Pasiv metallar da qatı nitrat turşusu ilə demək metalın duzu, mis 2 nitrat, NO2 və su əmələ gətirəcək. Reaksiya tənliyini yazdıq və əmsallaşdırın. Demək, biz burada 0 oksidaşma dərəcəsindən müsbət 2-yə gedibdir. Bu minus 2 elektron. Azot isə müsbət 5-dən müsbət 4-ə. Müsbət 5-dən müsbət 4-ə getdiyində 1 elektron. 2, 1, 1, 2 gördük ki, azotun qabağında 2 var. O zaman ikisi miski nitratın, ikisi də NO2-in tərkibində olduğuna görə 4 dənə azot elir və nitratın qabağına 4, suyun isə qarşısına 2 yazdığımızda 4 dənə hidrogen sağ və sol tərəfdə bərabər olur. Yaxşı, daha sonra hesablamalarımıza baxaq. Reaksiyanı yazdıq və əmsallaşdırdıq. N mol misin. Demək, N mol mis qatı nitrat turşusu ilə qarşılıqlı təsirdə olan zaman ayrılan qaz 2 N mol NO2 olacaqdır. Çünki 1 moldan, 1 mol demək misdən, 1 mol misdən 2 mol NO2 əmələ gəlir. 10 da N mol misdən də 2 N qədər əmələ gələcək. Demək, bizdə ayrılan qaz olduğu 2 N mol NO2 və 2 mol hidrogen sulfid. 2 mol hidrogen sulfid ibarət qaz qarışığının orta molekul kütləsi 38-dir. Bunda M ortanın üstündən səsi yaza bilərik. 38 bərabərdir. 1, yəni 2. Vurulsun NO2-in kütləsi 46. Üstə gəlsin. 2 vurulsun H2-in kütləsi 32-nin 2, 34. Bölsün mollar cəmi. Yəni 2N plus 2. Buradan N-i hesablayaraq tapa bilərik. N-i hesabladığımızda da demək cavab çıxacaq 76. 8 16-ya böldüyümüz zaman 2-də 0.5. N bərabərdir 0.5. N-i də hesabladıq. 11-ci tapşırığımıza baxaq. 11-ci tapşırığımızda X üzvü maddədir. Yaxşı, 0.2 molunun demək molunda 4.8 qram karbon, 0.4 hidrogen və M qram oksigen var. Bizdən soruşur X maddəsinin formulunu yazmağı və əlavə N hesablamağı. X maddəsində
nisbi molekul kütləsi verilib. X maddəsinin nisbi molekul kütləsi isə 90-a bərabərdir. Biz bunu necə hesablayarıq? Demək, hesablama aparan zaman əvvəlcə nisbi molekul kütləsinin 90 olması deyir ki, 1 mol maddəmiz 90 qramdır. Və 0,2 mol maddəmiz nə qədərdir? X qram. X bərabərdir 18. Baxın, indi biz burada 4,8, 0,4 və M-in cəmini 1,8-ə bərabər eləyə bilərik. O zaman yazaq. Demək, 4,8 karbon kütləsi. Üstə 0,4 hidrogen kütləsi. Üstə M, oksigen kütləsi. Bərabər 1,8. Bunu, demək, M-i tapsaq, M bərabərdir 1,8 yox, 18 elirdi də, elə deyil. Çünki 90-ı 0,2 vurduğumuzda 18 elirdi. Yaxşı, buradan M bərabərdir 12,8 hesablaya bilərik. M bərabərdir 12,8. M-i tapdıq. Eyni zamanda X maddəsinin formulunu, tapmaq üçün deyək. Baxın, 0,2 mol X maddəsində 4,8 qram karbon var. Onda 1 molda 24 qram karbon var. 24-ü də karbonun öz kütləsi 12-yə böldüyümüzdə 2 dənə karbon, yəni 2 mol karbon edir. Demək, C2 12-yə bölürük. Sonra eyni şəkildə hidrogen tapaq. 0,2 mol demək maddə üçün, X maddəsi üçün 0,4 qram hidrogendir. 1 mol üçün da 2 qram. 2-ni də 1-ə böldüyümüzdə 2. Yəni C2 H2. İndi isə oksigeni tapmaq tələb olunur. Oksigen isə demək biz bunun nisbi molekul kütləsindən gedərək tapa bilərik də. Yəni buna bir oksigen deyək ki, A işarəli oksigen sayını tapaq. Oksigen sayını tapmaq üçün də M-ni 90-a bərabər edirik. Yəni 13-ni 2, 24 karbon üstəcə 2 hidrogen üstəcə 16A bərabər 90. Buradan 16A bərabərdir 90 çıx 26. 90-dan 26-sını çıxdığımızda 64. A da bərabərdir demək 4. Yəni bu maddəmiz C2, H2, O4. Yəni oksalatursudur bu. 2 dənə karboksil qrupundan ibarət olan maddədir. X maddəsinin formulunu da yazdıq. M-ə gəldikdə yenə baxaq. Demək, oksigen 4 dənədir burada. 4 vuraq 16, 64-dür. Ancaq görürük, axı maddəmiz 0,2 mol götürülüb. Baxın, 64-də də 0,2 vurduğumuzda 12,8 qram oksigen olduğu aydın olur. 12-ci tapşırığa baxaq. 12-ci tapşırığımızda demək, kristal hidrat verilib. Kristal hidratımız nədir? XSO4 vurulsun N su. Demək, burada nə qədər? 12,8% kükürt var. 36% su var. Demək, kükürdün kütlə payından istifadə edərək yaza bilərik. 12,8 bərabərdir. Burada kükürt birdən, yəni 32 qram. Bölsün ümumi maddə. Bunu bir ml-dən işarə edək. Vurulsun 100. 32-ni vurub 100-ə bölərik. Demək, 12,8. Bu zaman ml çıxacaqdır 250. Ml bərabər 250. Aha. İndi 12,8-dən istifadə edərək ml-i tapdıq. 36-dan istifadə edərək n-i tapdıq. 36 bərabərdir suyun mol sayı. Su burada n qədərdir. 18-in. Bölsün artıq maddənin ml-in bilirik 250. Vurulsun yenə 100%. Buradan da n-i tapdığımızda n bərabərdir 5 çıxacaq. Demək, bizdən nəyi soruşurdu? N-i. N-i tapdıq. X-in nisbi molekul kütləsi isə çox asan. Demək, maddənin ml-ini bərabər eləyərik 250. Artıq n-i də bilirik. N 5 oldu. Elə deyil mi? XSO4-ün kütləsi X plus kükürt 32 plus oksigen 16 vurulsun 4 64 plus su 5 mol olduğuna görə 5-i vurulsun kütləsi 18-90 bərabər eləyərik ümumi molyar kütlə 250. Buradan isə X-in ayrıca kütləsini tapdığımızda 64 çıxır. Yəni, demək, X-in nisbi atom kütləsi 64-ə bərabər oldu. 13-cü tapşırığa baxaq. 13-cü tapşırığımızda bizə demək, qarışıqdır yenə. Qarışığımızda azot var, helium var. Bunların kütlələri M. Aha, eyni kütlədə götürülür. Yəni, azot normalda nisbi molekul kütləsi 28, helium isə 4-dür. Bunları eyni mol nisbətində, yəni eyni kütləyə gətirmək üçün mol nisbətlərinə baxırıq. Əgər bunu K mol götürsək, bunu 7K götürəcəyik. Baxın, yəni 1-in 7 nisbətinə götürəcəyik ki, 7 dəfə 4-ün 28, 28-ə bərabər olsun. Bu qarışığın orta molyar kütləsi X-lə işarə edib. X bərabərdir. Yenə eyni şeyə gəlirik. N-1, N1.
K vurulsun azotun kütləsi 28. Yenidən yazaq bunu. K vurulsun azotun kütləsi 28. Üstə gəlsin 7K. Vurulsun. Demək, heliumun kütləsi 4. Bölünsün K ilə 7K-nın cəmi. Yəni 8K. Bu da 7, 24, 28, 28, 56K. 56K bölünsün 8K. K'lar gedir. X bərabərdir 7 çıxır. Yəni molyar kütləmiz 7-yə bərabərdir. Sonra bizdən istəyir ki, bu qaz qarşılığında olan heliumun kütləsi. Heliumun kütləsi 28K idi, elə deyilmi? Deyir, bunu 2 dəfə artırsaq. Bunu 2 dəfə artırdığımızda olur 56K. 56K 56-dan 14-ə heliumun kütləsinə, yəni böldüyümüzdə 14 mol deməkdir. Demək, yeni qarışıqda 14 mol helium var. Və qarışığın orta molyar kütləsi neçə dəfə azalar. Demək, yeni qarışığın orta molyar kütləsini tapaq. Yeni qarışıqda azotun mol miqdarı dəyişməyibdir. Yəni K mol azot var, elə K vurulsun 28. Artıq heliumumuz oldu 56K. Bölünsün. Yenə azotumuzun K yerindədir molu. Artıq heliumumuz oldu 14K. Bunları da toplayıb 14 ilə 15, birinci 15-ə böldüyümüzdə 5,6 çıxır. Demək, birinci molyar qaz qarışığımızın orta molyar kütləsi 7, ikinci 5,6-dır. O zaman biz 7-ni 5,6-ya bölərik ki, hələ birinci qaz qarışığımızın orta molyar kütləsi ilə ikinci qaz qarışığımızın orta molyar kütləsi neçə dəfə azalar? 7-ni də 5,6-ya böldüyümüzdə 1,25 edəcək. Demək, 1,25 dəfə azalar. Yaxşı. 14-cü tapşırıq. 14-cü tapşırığımızda demək, maddələrdir. Maddələrimiz X3N2, X3N2 və kalsium karbonat, kalsium CO3. Kütlələr eynidir deyir. 10 NA qədər də ikisində də atomlar deyir. Eyni saydadır. Demək, baxın, burada 3-2, 5-dən atom var. Burada da cəmlədiyimizdə 5-dən atom var. 10 NA 5 NA-ya bölündükdə, yəni bunların NA-da qeyd edək, 2 mol deməkdir. Bunların demək, 2 molunun kütlələri bir-birinə bərabərdir. Bu o demək ki, 1 molunun da, 3 molunun da, 5 molunun da kütlələri bir-birinə bərabərdir. O zaman belə yaza bilərik. X3N2 bərabər kalsium karbonatın kütləsinə. X3N2 3x plus 14 2 28 bərabərdir 100-ə. 3x bərabərdir 100-dən demək, çıxdığımızda 28-in 72-yə. X də bərabərdir 72-ni 3-ə böləcək. 70-ni də 3-ə böldüyümüzdə 2 dəfə 6, 12, 3-ə 4, 24. Demək, X elementinin nisbət atom kütləsi 24-ə bərabərdir. İndi bizdən nə soruşur? M 2 molunun kütləsidir. Çünki 10 NA qədər atom olduğu halda kütlələrin bərabərliyini göstərir axı. 10 NA-da demək 5-ə böldüyümüzdə 2 mol deməkdir. Onda bu maddənin, hər iki maddənin 1 molu 100 qramdır. Onda 2 molu nə qədərdir? 200 qramdır. 2-ni 100-ə vurarıq. 200. M-in də qiyməti 200-ə bərabərdir. 15-ci tapşırığımıza baxaq. 15-ci tapşırığımızda nə deyir? Aha. Demək, hidrogen və oksigendən ibarət qarışıqdır. Bilmirik nə qədər mol olduqlarını. A mol hidrogen olsun, B mol isə oksigen olsun qarışığımız. Qarışığın kütləsi 400 qramdır. Qarışığın orta molyar kütləsi, yəni M orta. Qarışığın kütləsi 400-dür. M orta isə bərabərdir 8-dir. Qarışıqda hidrogen kütlə payını hesablayın. Bu qarışıq neçə qram oksigen əldə etdi? Cürdacı qaz. Və burada xaç üsulundan istifadə edirik. 8 qram orta molyar kütləni ortaya yazaq. Hidrogen 2 qramdır, oksigen isə 32 qramdır. Demək, bunu A mol işarə eləmişdik, bunu B mol işarə eləmişdik. A, B nisbətini tapaq. Demək, 8-dən 2-sini çıxdıqda 6, 32-dən 8-ini çıxdıqda 24. Bunların nisbəti 4K-nın K-ya olur. Elə deyilmi? Yəni A 4K, B K götürə bilər. İndi qarşılıq kütləsi 400-dür daxı. O zaman belə yazaq. 4K vurulsun hidrogen kütləsi 2. Üstə gəlsin. 32 vurulsun K bərabərdir 400-ə. 40K bərabərdir 400-ə. K da bərabərdir 10-a. Demək, onu 4K işarə eləmişdik. 40. K isə K elə 10. Demək, 40 mol hidrogen götürülübdür.
10 mol isə oksigen götürübdür. Qarışıqda hidrogenin kütlə payını tapırıq. Qarışıqda hidrogenin kütlə payını tapmaq üçün qarışığımız 400 qram idi. Bunu belə yaza bilərik. 400-dən hidrogenin molu 40 elədi. 40 vurulsun 2. Vurulsun 100%. O da 20%. Və qarışığa neçə qram oksigen? Demək 40 mol hidrogen var. Demək 10 mol oksigen var. Bilirik ki, cürdayıcı qaz 2-in 1-ə nisbətində olmalıdır. 40-ın 20-yə olmalıdır ki, 2-in 1 olsun. Demək daha 10 mol oksigen, o da 10 vurulsun 32, 320 qram oksigen deməkdir. Əldə edildikdə cürdayıcı qaz alınır. 16-cı tapşırıqda nə deyir? 16-cı tapşırığımız cədvəl tamamlayın, azalır, artır, dəyişir və yaxud da dəyişmə ifadələri. Demək, birinci bunların hər birinin orta molyar kütləsini tapacağıq. Əgər qarışığa əlavə olunan qaz qarışığı həmin qarışığın orta molyar kütləsindən böyükdürsə, qarışıq artacaq, kiçikdirsə azalacaq, bərabər olarsa isə dəyişmir götürəcəyik. Bunun üçün biz bunların hər birinin ayrı-ayrılıqda orta molyar kütlələrini hesablamalıyıq. Orta molyar kütlələrini də hesablayaq. Demək, birinci üçün yazarıq. M orta bərabərdir. Testdə görürük ki, demək, N mol qədər karbon qazı, N mol qədər oksigen verir. Yəni 44 N plus 32 N bölsün N-in N-in cəmi 2. Buradan çıxacaq 38. Baxın, buna əlavə olunan azot 28 qramdır. 38-dən kiçikdirmi? Demək ki, birincidə cavab azalır olacaq. Azalır. İkincidə M ortanı tapaq eyni şəkildə. M orta bərabərdir. CH4-ün kütləsi 28-in. Plus CO da 28-in. Bölsün 2. Burada 28 çıxır. Azot da özü 28. 28-28-də bərabərdirmi? Burada dəyişmir. Üçüncüdə necə yazırıq? 26N plus 28N. Demək, CH4 etil 28N. Bölsün yenə 2N. Bu da eləyəcək. Demək, 54-2 27. 28 27-dən böyükdürmü? Demək ki, burada artacaq oldu. Və sonra baxaq, CH4-ün kütləsi 40N plus 16N bölsün 2. 40-dan 16, 56N. 56N içində 28. Aha, yenə 28 azotun kütləsinə bərabər oldu. Burada da cavabımız dəyişmir olacaq. 17-ci tapşırıqda nə deyir? Demək, 17-ci tapşırıqda maddələrimiz verilib. Etilin və azot. Kütlələri götürülür. MM qram. Demək, bunun kütləsi 28-dir, bunun da kütləsi 28-dir də. 1 mol götürdükdə, onsuz da bunların kütlələri bərabər olur. Ancaq azotu 4,48 verib. Azot 4,48. Bunu 22,4-ə böldükdə 0,2 mol deməkdir. Demək, elə N də 0,2 moldur. Yəni, N də 0,2 mol üçün götürülmüş həcmdir. Biz bu zamanda 0,2-ni vurarıq yenə elə 22,4-də. 4,48 N-in qiyməti olur. Aha. M isə 0,2 mol üçündür axı. 0,2-ni 28-ə vurarıq 5,6. M-in də qiyməti 5,6. 18-ci tapşırığa baxaq. 18-ci tapşırığımızda demək, CH4 və CH6-dan ibarət qarışığımızın kütləsi 14,4 qramdır. Bu 0,5 NA-nı NA-ya böldüyümüzdə 0,5 qalır da. Yəni elə molunu da 0,5 götürə bilərik. Demək, bu A moldur, bu isə B moldur. Qarışığın orta molyar kütləsini tapınca necə asan oldu? M ortadan tapdığımız zaman sürətə kütlələri yazırıq da, kütlələri cəmini, yəni molların vuruq kütləsinə. Yəni qarışığın kütləsini yazırıq. Yəni bura 14,4. Məxrəcə isə mol sayını yazırıq. Yəni 0,5. Bura isə 0,5 yaza bilərik. Aha. 14,4-ü 0,5-ə böldüyümüzdə çıxacaq 28,8. Yəni, x-i tapdıq. 28,8. Qaz qarışığında etilinin həcm payını. Etilinin həcm payını da tapmaq üçün xaç üsulundan istifadə edirik. Bunu silək. Artıq bilirik, qaz qarışığının orta molyar kütləsi 28,8-dir. Etilinin kütləsi 28, bunu A mol götürmüşük. Etan CH6 30, bunu da B mol götürmüşük. Çıxıb kütlələr yazdıqda burada 1,2, burada 0,8. Bunların da nisbəti 3K-nın 2K.
Yəni bunları biz cəmləyib 3K plus 2K bərabərdir. Qarşılığın ümumi molu 0.5-ə bərabər eləsək, 0.5-ə. Burada demək qarşılığımız 0.5 mol idi. 0.5-ə bərabər eləsək, K bərabərdir 0.1 çıxır. Yəni C2H4 0.3 mol, C2H6 isə 0.2 mol götürülmüşdür. Yaxşı, bizdən də qaz qarşılığında etilenin həcm payı ümumi qarşılığımız 0.5-dir. Etilenin miqdarı isə tapdıq ki, amol işarə eləmişdik 0.3-dür. 0.3 0.5-ə bölüb 100-ə vurduğumuzda 60% çıxacaq. Demək, cavab 60%-ə bərabərdir. 19-cu tapşırığa baxaq. Qapalı qabda demək eyni mol miqdarında dəm qazı götürülür və yandırılır oksigenlə. Demək, reaksiya 2CO oksigenlə reaksiyada 2CO2 verir. Bunu yenə başlanğıc, sərf olunan, artıq qalan götürərik isə eyni mol miqdarda götürdükdə bilirik ki, CO2 mol, oksigen 1 molda azdan artıq qalacaq. Yəni bunu biz belə yaza bilərik də 2K, hər ikisindən 2K qədər götürülür. Sərf olunan miqdar eləm əmsalları nisbəti kimidir. Onda bunu belə yazaq. CO2 moldu. Reaksiyamızda oksigen 1 moldu. Bundan artıq qalmadı. K qədər oksigenden artıq qaldı. Bu da deyir digər qaz neçə faiz artıq qalır. Baxın 2K götürülmüşdü, K da artıq qaldı da 50% deməkdir. 2K-da K vurulsun 100. O da bərabər 50% və reaksiyadan sonra qabda olan qaz qarşılığı. Reaksiyadan sonra qabda K artıq qalan, yəni K mol oksigen var. 2K qədər də gördüyümüz kimi əmsal nisbəti qədər ilə CO2 əməl gəlir. 2K qədər də CO2 var. Onda biz nə etməliyik? K-yı vururuq oksigenin kütləsinə. K-yı vururuq oksigenin kütləsi 32-yə üstə gəlirik. 2K-yı vururuq karbon qazının kütləsi 44-ə. 2K qədər karbon qazı əmələ gəlmişdir. Bölürük mollar cəmi. K ilə 2K-nın cəmi 3K. Buradan da M ortamını hesabladığımızda cavab 40 çıxacaqdır. Orta mollar kütləni də tapdıq. 20-ci tapşırığımızda nə deyir? Demək, 20-ci tapşırığımızda 2 maddə var. YO2 və XO. Və bunların mol müəyyən kütlələrinin molu eynidir. Onda belə yaza bilərik. X10 kütləsi X plus 16-dır, elə deyilmi? A eyni mol deməkdir də. 5.6 bölsün X plus 16 bərabərdir. 6.4 isə YO2 aiddir axı. Y plus oksigenin kütləsi 32. Hatta isə şərt verir bizə X minus Y bərabərdir 8. Buradan sistem tənlikdən X-dən Y ayrı-ayrı hesablayıb əgər taparsaq, X çıxacaq 40, Y isə çıxacaq 32. Bizdən nəyi soruşur? A bunların müəyyən moludur. Məsələn, XO-ya görə geçsək. X10 kütləsini artıq tapdıq da, X 40-dır, üzərinə də 16 gəldiyimizdə 56. Testdə nə qədər verilib? 5.6. Demək, bu da 0.1 mol deməkdir. 5.6-nı 56-ya böldüyümüzdə 0.1, yəni A 0.1-ə bərabərdir. M-də X, Y tapdıqda da X-in kütləsini tapmışıq 40, Y tapmışıq 32. Topladığımızda ikisi bir yerdə 72 qram olacaq. 21 və 22-ci tapşırıqlarımıza baxaq. Demək, 21-ci tapşırıqda qələvi metaldan söhbət gedir. Bilirik ki, 1A qrup elementlərdir. Oksidinin yazılışı X2O, hidridinin yazılışı XH. Bunun nisbi molekul kütləsi 2X plus 16, hidridinin nisbi molekul kütləsi X plus 1. Buna A işarə edib, digərini isə B və A-nın B-yə nisbətini 2,35-ə bərabər edib. Yəni, belə yaza bilərik. 2X plus 16 bölünsün X plus 1 bərabərdir 2,35. Buradan hesablama aparıb X-i tapmalıyıq. Demək, buradan hesablama aparıb X-i taparıqsa, X çıxacaq 39. Demək, kütləsi X-in nisbi atom kütləsi 39-dur. Qələvi metalın peroksidi X2O2 yazılır. Yəni, 39 vurulsun 2 plus 16 vurulsun 2. 32. Peroksidin kütləsi çıxacaq 110. Hidridin isə yazılır X. Hidroksidin soruşur. Hidroksid isə XOH. X 39 tapmışdır. 39 plus 16 plus 1 və 56-ya bərabər olacaq. Qaldı bir tapşırığımız. 22-ci tapşırığa da baxaq. Demək, 22-ci tapşırıqda qaz qarışığımız var. Qaz qarışığımız 3 dənə maddədən ibarətdir. C3H8 propan, CO2 karbon qazı, CO dəm qazı. Demək, M qramdır, 2,8 qramdır. Qarşılığın kütləsi 20,4-dür. Onda bunu cəmləyib 20,4-ə bərabər eləyərək M-i tapa bilərik. Buradan M çıxacaq 8,8. Belə tapdıq ki, propanda 8,8 götürülüb, karbon qazda 8,8, CO isə 2,8.
Yaxşı, qaz qarışığının ümumi həcmi. Propan emeri bilirik ki 44-dür. 8.8 44-də böldüyümüzdə 0.2 üstəgə. Karbon qazı da 44-dür. Yenə 8.8 44-də böldüyümüzdə 0.3 üstəgə. CO28-də 2.8 28-də böldüyümüzdə 0.1 mol. Cəmlədiyimizdə 0.5 mol. Demək qarışığın ümumi həcmi 0.5-dir. Bir də soruşur ki, qarışığın artıq miqdarda oksijndə yanmasından sonra qabda neçə mol karbon dioksid olur? Demək, C3H8-in 1 molu 3 mol karbon qazı əmələ gətirəcəkdir. C3H8 nə qədər idi? 0.2. Demək, 1 molu 3 moldursa, 0.2 molu da 0.6 mol karbon qazı. Karbon qazının bir miqdarı bu oldu. Sonra karbon qazı bilirik ki, yanmayacaq. Bir də dəm qazının 1 molu elə 1 mol karbon qazı əmələ gətirdiyinə görə dəm qazını testdə tapmışdıq 0.1. 0.1-i də 0.1 qədər. Bir qədər də tapdıq karbon qazı. Burada tapmışdıq 0.6, burada tapdıq 0.1, elə də 0.7. İndi baxın, reaksiyaya daxil olmamış, yəni yanmamış 0.2 karbon qazı da burada var idi. Onun üzərində 0.10 gəldiyimizdə 0.2, 0.9 edəcək. Yəni, qarışığın artıq miqdarda oksigenlə yanmasından sonra qabda cəmi 0.9 mol karbon dioksid olacaq.